həyat yoldaşı olmayan, daimi partneri olmayan insanlara deyirəm. Əgər şəxs regular cinsi əlaqədə olmursa, onda avtomatik cinsi zəiflik yaranır. Masturbasiya eləmək və yaxud ayda, ildə bir dəfə əlaqədə olmaq, bunlar cinsi funksiyanı normal işləməsini təmin edə bilmir. Başa düşdünüzmü? Normal cinsi funksiya üçün kişi regular cinsi əlaqədə olmalıdır. Tezlik necədir? Ən tezi bir gündən bir, ən geci həftədə bir dəfə. Cinsi əlaqə olmalıdır ki, cinsi funksiya normal işləsin. Yemək kimi də insan necə yeyir? Birdən-birə çox da yemək olmaz, özümüz bilirik. Və heç yeməmək də olmaz, onda da yenə pis olar. Çox yesək də pis olar. Demək, necə yemək lazımdır? Regular yemək lazımdır. Gündə 2 dəfə, 3 dəfə qidalanmaq lazımdır. Regular, az, yəni birdən-birə çox da yemək olmaz, heç yeməmək də olmaz. Burada cinsi funksiyada da belədir. Yəni, çox tez-tez cinsi əlaqələr də ziyandır. Gec-gec cinsi əlaqələr də ziyandır. Cinsi əlaqələr də regular olmalıdır. Ümumiyyətlə, insan bədəninin bütün funksiyaları regular, orta tempdə işləməlidir. İstənilən bir orqanı da çox işlətmək də ziyandır, az işlətmək də ziyandır. Hamısı regular şəkildə həyata keçməlidir. Və ona görə o daimi partneri olmayan insanlara buradan bildirirəm ki, yəni o təsadüfi cinsi əlaqələr və masturbasiya ilə cinsi funksiyanın yaxşı olacağını gözləməyin. Nə etmək lazımdır? Ya daimi partner tapmaq lazımdır, ya da ailə qurmaq lazımdır. Yəni, yolu budur. Bunun əsasında artıq özündə olan problemləri aradan qaldırmaq lazımdır və daimi partner ya həyat yoldaşı əldə etmək lazımdır ki, problemlər səndən uzaqlaşsın. Yəni, sağalandan sonra xəstə ona daimi partner lazım, qadın lazım ki, bu adamın funksiyası normal işləsin. Elə bir ki, belə bir misal çəkim də. Məsələn, şəxs gəlir, cinsi zəifliyi var, həyat yoldaşı da yoxdur, subay oğlandır, masturbasiya edir, müalicə edirik, hər şey düzəlir, qəşəng. İndi bu qalıb belə həyat yoldaşı yoxdur, daimi partneri də yoxdur. İndi bu cinsi əlaqədə olmalıdır. Cinsi əlaqədə yoxdursa bu masturbasiya edəcək. Uzun müddətli masturbasiyada yenə gətirib xroniki prostatda və cinsi zəifliyə çıxarır. Buradan hamıya bildirirəm. Düzdür, belə təsadüfi masturbasiyalar problem yaratmır. Amma bu uzun müddət